Beşinci, gəldik qəşəng maraqlı bir mövzusuna. Hələ gör nədir bu? Cənab deməli Ömərin səcdəşlərindən biri də deyir ki, biz nə deyir? Ömər deyir ki, Quranda əvvəllər 1.027.000 hərf olub. Neçə hərfə Quran-Kərimdə? 323.671. Bu bilirsiniz də. 6236 ayəmiz var. 77.807 kəlmə var. 323.671 nə var? Hərf var. Bu deyir ki, yox. 1 milyon, bax mən bəlimdə deyim. 27.000 əvvəllər Quranda nə olub? Bir hərf olub. Bunu xəlifə deyir. Təbərani, mənbə qeydlərində problem yoxdur. Təbərani Məhəmməd ibn Ubeyd ibn Adəmdən və Ömər ibn Xəttabdan, bu Ömərdən rivayət edir ki, Ömər deyir ki, Quranda 1.027.000 hərf olub. Mənbə qeyd ediləm Əl-İtqan kitabı. Müəllif Suyutidir. Suyuti, cild 1, səhifə 198-də. İndi bax, bu mənbəyə biz hara deyir ya, bu orada baxın qəşəng yazasan, paylaşasan. İbn Əbbasdan rəvayət var ki, Quran-Kərimdə 323.671 dənə hərf var. Nəinki bunun 1.027.000 deməsi. Bu da qeyd olunub Əl-İtqan kitabında. 323.671 dənə hərf var. Ya bu səhv deyib Ömər, ya həqiqətində tərifə qaildir, tərifi qəbul edir. Zəhəbi qeyd edir ki, bu xəbəri, bu batil xəbəri deyən bir nəfərdir. Məhəmməd ibn Ubeyd. Ancaq bu rivayətli. Sual. Və nə yazmış kitabınızda? Bəs axı xəbərə vahid qəbul deyil. Nə yazmışsınız? Bizdə də xəbər vahid olan kimi 1000 dənə şey deyirlər. Şəhərlər birlər. Biz deyir ki, qəbul eləmirik. Yalan deyib, səhv deyib. Etiraf edirik də. Və siz niyə demirsiniz? Zəhəbə deyir ki, bu yalan, batıl xəbəri deyən yalnız bir nəfərdir. Məhəmməd ibn Ubeyd. Harada qeyd edib bunu? Özünü Zəhəbinin Mizanul İ'tidal kitabında. İ'tidal. Mizanul İ'tidal cild 3 səhifə 639-da. Sonra gəldik ki, o deyirlər malalamaq. Biz də necə deyib Ubeyd, İbn Ubeyd ki var, bu rəvayətə qeyd edilən. Riyaziyyatdan çox anlayışı yoxdur. Anlayışın yoxdur, otur yerində də danışma Quranla. Bilmirəm, öz işin məşğul ol. O üçün deyib, adam belə deyib, düşünüb. Deyib, bunun düşünməsi deməsi, biz bələn deyirik, niyyəti pis deyildi. Nə olsun pis deyildi? Əməli pisdir axı. Əməli pisdir də. Onda insan var, adam vurmaq istəmir maşınla. Məsələn, bir faciə nəfəri vurub bilmədən də düşür həbsxanaya. Onun çölə çıxmalıdır. Niyyəti pis olmayıb. O niyyətdə olmayıb. Hadisədir, qəzadır. Allah uzaq eləsin. Məsələn, bir vurub. O əzilib, qolu, qıçı və ya ölüb. Onda həbs olmalı deyil. Bəzən nəticəyə qınayırlar. Əmələ baxırlar. Niyyətə yox. Deyib belə qalsa, yəni 1.027.000 Quran-Kərimdə əvvəli ayə olubsa, amma indi 323.671 dənədirsə, belə çıxır ki, 703.329 dənə hərf Qurana düşüb. Hara düşüb? Nə vaxt düşdü? Kim deyir bunu? Ancaq bir nəfər deyir. Bir nəfər deyirsə, bax bu da sənin xəlifən.